təbrik edirəm. Bu bizim milli bayramımızdır. Yəni mən internetdə araşdırdım ki, doğrudan da Xızır Baba Şaxta babaymış. Şaxta Baba Xızır babaymış. Şaxta Baba Xızır babaymış. Biz yolkanın altına nəsə qoyuruq. Bayaqları xanım da qeyd elədi ki, bacadan nəsə asırlar şal. Bizdə indi kamindən nəsə asırıq, belə corab asırıq, kletkalı corab ki, şalı oxşayan ki, onun içinə Şaxta Baba nəsə gətirib qoyacaq. Yəni çox oxşarlıq, bənzərlik var. Bir də siz qeyd elədiniz çillə. Çillə ümumiyyətlə Türk dilində görürsünüz, deyirlər çilə çəkdim. Çilə əziyyət deməkdir. Nəyə görə? Çünki 40 günlük sikl başa çatır. Birinci gündən 40 gün həmin sikl başa çatana kimi insan imtahanda olur və o imtahanı verməkdə əziyyət çəkir deyənə o çilə çəkir. Ona görə də ümumiyyətlə bədənin 40 günlük kodu var da. Hər bir şey 40 günə, əvvəl 21 günə, sonra da 40 günə hasil olur. 40 günü dözdünsə, əlbəttə ki, mükafatı var. Biz də bu qışı əgər dözmüşüksə, bunun mükafatı var. Həzrəti Əli də ki, İslam elminin alimidir. Ona görə də o taxta çıxdığı gündən Novruz, yeni ili o gündən qeyd edib. Amma yenə də deyirəm ki, mən oxudum, gördüm ki, əvvəllər Ruslarda, Xristianlarda heç bu şeylər olmamış. İnsanlar hamısı yeni ili torpaq oyanandan qeyd edərlərmiş. Xızır Baba da görürük ki, doğrudan da həmişə biz onu Xızır zində. Zində nədir? Diri deməkdir, diri deməkdir. O hələ ölməyib, laməkandır da, laməkandır. Ona görə də ruhu insanlara kömək olur, bizə də kömək olsun inşallah.